Hələ yenə qaşları qaldırmağa baxsan. Yəni çox səliqəli evdir də. Həqiqətən çox səliqəli, 4 otaqlı, kupçalı, ipotekaya yararlı evdən sizi tanış etməyə gəlmişik. Özdə yaşayışdı. Babək, Ay maşallah. super rəqəm gəlir. Həqiqətən super rəqəm gəlir. Hal-hazırda biz yəni qonaq otağındayıq. Təzə ildə səliqəli evdən sizi tanış edirik. Görsən, gör nə qədər bu ev isti evdir ki, şirin evdir ki, bayram qutarsa da belə yol kağızı hələ də yerindədir. Yəni öz yerin yol kağızı qoruyub saxlayıb. Bəli. Evin qonaq otağı. Hələ bir dənə deyək, burada lüstr qalacaq. Qalacaq qaqa. Pərdə qalacaq. Pərdə də qalacaq. Bu da qalacaq da bu TV center. Televizor yığılıb ora, hə o yəni televizor vaxtı o da qalacaq. Gələcəm bura. Danışarıq mənə bax bu topu da saxlayarıq evdən. Evin mətbəxti, xanımlara doğma olan ərazi, mətbəx mebeli evdə qalır. Pərdələr evdə qalır. İstili sistemi, babək. İstili sistemi kombidir. Hə. O heç evdə qalır. Bax bu lüstr də qalacaq evdə. Bu da qalacaq. Bəli. Gəl. Koridordan keçdik babək, yataq otağı bir. Gözə bir burandır. Keçsiniz, zala keçsiniz. Ha, 2. Mən doktorun qapında aldayım. Evin sanitar qovşağı, duş kabinə kimi mövcuddur, döşəmə istipo. Ama bir dənə onun üzrü tez götürüb video qısa alınsın. 3-cü yataq otağı, pərdə, lüstr evdə. Haber, danışarıq bunu da saxlayar evdə. Hə, saxlayaq. Bunu da saxlayar. Həcələrə bax. Görə dirəşəlik də. Mənə bax, görsən qəşəng. Ağzaqanad düzdür, olmur bu ərazidə. Olsa da belə evə girə bilməyəcək. Qarşısını alacaq. Mən bir yerdə başqa kəmiyyə Hələ bu da çölün işıqları. Qamaşlar evi. Bəh, bəh, krokodil dərisindən. Oğlan uşağı olasan belə yaraşıqlı olasan. Həyətə 2 dənə maşın girir. Hələ bu yan çölün işıqları. Haber, Hə. kamera sistemi də var evdə. Var ha? Həm əziz qardaş. Hə, sistem var. Kamera sistemi də var. Pəncərə aşağıda yıxıldı. Reyçəkolu yıxıldı. Mənə bax. Təkəridir, hə. Pəncərə aşağısı da var. Bu qalır həli. O da qalacaq. Şişlərə baxırsan. Mənə bax, kamera sistemi də var, pəncərə raşotkası da var. Qiymət də ki, haber. Qiymət 118.000 manat. Əlaqə nömrəm səhifəmdə qeyd olunur. Ünvanı zəng edin ya da WhatsAppda yazın. Tam ünvanı haqqında məlumat verin. Yəni vasitəçilər, yəni axtarıb tapırlar, ona görə demirik. Hələlik.